Türkiye ile Suriye sərhədinin 0 nöqtəsində polislə yerli sakinlər arasında toqquşma yaşanıb. Kobanidə IŞİDin irəliləməsine etiraz edən sakinlər sərhəd nöqtəsinə dək yaxınlaşıblar. Polis qüvvələri onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməli olub. IŞİDə qarşı etiraz aksiyaları İstanbulun Sultan Qazi bölgəsində də kütləvi davaya səbəb olub. Mardin vilayətində Kobanidəki döyüşlər zamanı həlak olan sakinin dəfn mərasimi zamanı ixtişaş baş verib. Dəfn mərasimində toplaşanlar ölkə hökumətindən IŞİDə qarşı sərt reaksiya göstərməyi tələb ediblər. Müxtəlif şüarlar səsləndirən aksiya iştirakçıları daha sonra polisə daş atmağa başlayıb. Polis kütləni dağıtmaq üçün göz yaşadıcı qaz və su şırnaqlarından istifadə etməli olub. Van şəhərində də etirazlar səhərədək davam edib. Kobanidəki baş verənlərə etirazını bildirən aksiya iştirakçıları şəhər küçələrində barikadlar qurublar. Polisin əmrinə tabi olmayan etirazçılar bir çox dükkan və binaların şüşələrini sındırıb. Kobanidə isə IŞİD silahlarının irəliləməsi davam edir. Şəhər mərkəzində küçə döyüşləri son saatlara dək səngisi də IŞİDin bölgəni tamamilə ələ keçirdiyi məlumatlar da yayılıb. Kobani bölgəsində IŞİDin ələ keçirdiyi strateji mövqelərdə qruplaşmanın bayraqları dalğalanmaqda davam edir. Hazırda Türkiyə ərazisindən göründüyü kimi 2 qara bayraq asılıb. Bugün səhər saatlarında IŞİDə məxsus 2 bazanın vurulduğu məlumatı verilib. Lakin orada yaşayan sakinlər və peşmerge qüvvələri hava əməliyyatlarının kifayət olmadığını və quru qoşunlarının müdaxiləsini vacib hesab edir.